Fövqəladə Hallar Nazirliyi Heydərov Talih Kəmaləddin oğlunun sifarişi əsasında Göygöl rayonu Quşqara kəndində inşa olunan obyektin istismarına icazə verib. Yenavaz.com xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaq üzərində inşa olunan və ümumi sahəsi 720,64 kvadrat metr olan obyekt bir mərtəbəli binadan ibarətdir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi inzibati binaya 26 yanvar 2026-cı il tarixli istismara hazırlıq rəyi verib. Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Talih Heydərov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun böyük oğludur. Onu da bildirək ki, Fövqəladə Hallar Nazirliyi ötən ilin iyun ayında Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun Qəbələ şəhəri Heydər Əliyev prospektində inşa olunan obyektinin istismarına icazə verib. Bundan başqa ötən ilin may ayında Fövqəladə Hallar Nazirliyi Kəmaləddin Heydərovun böyük oğlu Talih Heydərovun sifarişi əsasında Qəbələ rayonu Qəbələ İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib. Bu ilin yanvar ayında isə Fövqəladə Hallar Nazirliyi Nicat Heydərovun sifarişi əsasında Bakı şəhəri Nərmanov rayonu Böyük İpək yolu küçəsi giriş 72 ünvanında inşa olunan ümumi sahəsi 3405 kvadrat metr olan 2 mərtəbəli binadan ibarət obyektin istismarına icazə verib. Məlumat üçün bildirək ki, Talih Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda Avropa Azərbaycan Məktəbi, Test Nəşriyyat evi və Libraf kitab mağazalarının sahibidir.